Salam dəyərli izləyicilərim, hər birinizi xoş gördük. Bu günləri mən sizə Xırdalanda Heydərli prospektinin tam kənarında 147 kvadrat metrdən ibarət olan mənzil təqdimatına gəlmişəm. Şəxsi təmir, yeri bahalı, parket, yəni demək olar ki, şəxsi təmirlə ev axtaran, böyük kvadratla, qanunlu üç otaqlı yer çəkən prospektin tam kənarı 2 və 9 saylı məktəblərə yaxın, təzə və köhnə bazara yaxın, Heydər Parkına ayaqla 10 dəqiqəlik məsafədə olan bir binadan, həqiqətən bu binada hər dəqiqə satışa mənzil çıxmır. Təqdimata başlamışım mənzilimizin qonaq otağından. Yer olaraq, ərazi olaraq ideal yerdədir. Bütün marşrut dayanacaqları binanın tam önündən keçir. Mənzilimiz Qufçalıdır. Qufçası əldədir, ipotekaya yararlıdır. Buradan eyvan hissəyə çıxışı var. Qeyd edim ki, mətbəxdən də var. Bağlanıbdır bura hal-hazırda gördüyünüz kimi. Keçək mənzilin təqdimatına giriş hissədən başlayaq. Bura gördüyünüz kimi çox geniş hissəsi qonaq otağıdır. Bura mənzilimizin giriş hissəsi, seyf qapıdır. Mənzilimizin isti sistemi kombidir. Mənzilimiz yerləşir çox mərtəbəli binanın 3-cü mərtəbəsində. Həqiqətən çox ideal mənzildir. İsti sistemi kombidir. Kombinin xətləri çəkilib, hazırdır. Buradan keçək mənzilimizin mətbəx hissəsini göstərim sizə. Adətən xanımların istədiyi mətbəx hissəsidir gördüyünüz kimi. İstəyə uyğun mətbəx mebeli yığdıra bilərsiniz. Rahatlıqla çox geniş. Qeyd edim ki, 147 kvadrat metrdən ibarətdir. Buradan da eyvana çıxışı var. Gördüyünüz kimi, bura eyvan hissəsidir. Kombi yeri qoyulubdur. Qazı suyu işığı daimidir, sürətli. Lifti var, 24 saat mühafizə olunur. Prospektin tam kənarıdır qeyd etdiyim kimi. Buradan keçək mənzilimizin kiçik yataq otağını sizə göstəreyim. Həqiqətən şəxsi təmirdir. İdeal bir mənzildir, yer çəkəndir. Gördüyünüz kimi. Buradan sonra keçirik mənzilin. Qeyd edim ki, sanitar qovşağı, hamam otağı ayrı-ayrılıqdadır. Bura mənzilimizin hamam otağıdır. Rahatlıqla, geniş rahatlıqla həqiqətən hərəkət edə biləcəyiniz hamam otağıdır. Buradan keçirik sanitar qovşağı ilə. Sanitar qovşağını göstərirəm. Qeyd edim ki, həqiqətən şəxsi təmir olunduğu bilinir. Qapılarından belə görünür ki, mənzilimiz şəxsi təmirlidir. Bahalı materiallardan istifadə olunubdur. Çoxlu ideal təmir olunubdur. Ev bütün bahalı parket materiallarından yeri. Bura isə mənzilimizin digər yataq otağıdır. Buradan da eyvan hissəyə çıxışı var. Gördüyünüz kimi təqdim etdim. Buradan sonra eyvan hissəyə çıxırıq. Mənzillə bağlı sualınız olarsa profildə nömrə qeyd olunub, əlaqə saxlayın. Sizin də satışda əmlaklarınız varsa deyin, gələk çəkilişini edək. Yaxın bir müddətdə satışına köməklik etmək olaraq. Bu günə bu qədər, diqqətiniz üçün təşəkkür edirəm.